Mən özümdən götürürəm. Məsələn, mən hər dəfə səhnəyə çıxanda o həyəcanı yaşayıram. O məsuliyyəti hiss eləyirəm. Artıq o obrazın, o xarakterin özümdə, öz xarakterimdə, öz varlığımda axtarışını eləyirəm. O mənə yaxın olmalıdır. Onun düşdüyü durumda mən olsam nə edə bilərəm? Bəzən elə olur ki, oynadığın hər hansı obraz tamamilə sənin xarakterinin əksinədir. Amma buna baxmayaraq, onun vəziyyətini özününkiləşdirməyi bacarmalıdır aktyor. Yəni bu baxımdan aktyor düşünməlidir ki, bəli, mən həyatda bu cür insan deyiləm, amma bu cür vəziyyətə düşərəmsə, mən olaraq necə davranaram, hansı cür düşünərəm, hansı cür his keçirdərəm, necə reaksiya verirəm. Bax, bunları birləşdirəndə obrazın istədiyin formasını əldə edə bilirsən. Və hər dəfə də mən tamaşaçıların qarşısına çıxıb rolumu oynayanda, baxmayaraq ki, məsələn, bir rolu artıq 5-ci, 10-cu dəfədə oynasam, tamaşaçının özündən gələn qəribə bir ab-hava var, məsuliyyət hissi var. Baxmayaraq ki, hər hansı bir faciədə çox ağır bir obraz oynayırsan, amma insanı xoşbəxt eləyir. Çünki insan, belə deyək də, baxın, özündən əlavə hər dəfə yeni-yeni xarakterlərlə, insan keyfiyyətləri ilə ünsiyyətdə olur, tanış olur. Yəni, zəngin bir həyat yaşayır, belə deyək. Öz həyatından başqa müxtəlif insanların həyatını yaşamaq elə onun özü belə zənginlik deməkdir. Və tamaşaçılarımız ola bilsin ki, tamaşalara efirdən baxsınlar, desinlər, bu tamaşaya efirdə baxmışam. Amma efirlə teatrın özündə tamaşanı izləmək eyni hissi yaşatmır insanlara. Aktyor olsam da, özüm də bir tamaşaçı kimi tez-tez zalda oturub tamaşaları izləməyi sevirəm. Çünki tamaşaçı kimi də izləmək, teatrı görmək, o səhnəni, o ekranı görmək insana qəribə bir hisslər yaşadır. İnsanı bir fərqli cür formalaşdırır. Səhnənin özünün bir məsuliyyəti var, özünün bir qəribə bir sehri var. O sehrə, o aləmə düşməmək mümkün deyil. Bu dünya hərəyə bir əcəl verir. Zəhəri, şərbəti eyni əl verir. Gülüş də, kədər də olur bir üzdə.